Həftəlik baxım və soyun sürü nümayəndələri, balıqlar, xərçəng və əqrəblərdən yana baxış 16 maydan tam 22 may zamanlaması. Başlayaq balıqlar bürcündən. Balıqlar üçün çox gözəl şəkildə stimul verici nisbətlər var. Bütün paklaşmaq istəyən enerjilərin paklaşması. Bu isə sizi ən ilkin pillədə negativlərdən arınmağınız nisbətidir balıqlar. Xanım bəy fərq etməz, xüsusi enerjiləriniz zaten devrə dışından devrəyə keçəcəkdir. Və ədalət tərəzisi quracaqsınız balıqlar. Gücünüzü toplayaraqdan, ən güclü şəkildə iddialarınızı irəli çəkərəkdən və yenə də mizah tərəzisində ölçü alaraqdan nəyin sizin üçün və ətrafınız üçün xeyirli olması, o cümlədən də burada negativlərdən daşınmaq, bunu edirəmsə, ətrafıma və özümə hansı darbələr gələr deyəcəyiniz cümlələrdə yenə də tərəzi ölçümü və ədalətli fikirlər uyğunluğu öncəlik edəcəksiniz. Düşünürsünüz ki, çox gedişatlar çıxmaz sokaklardır. Amma sizin üçün çıxmaz sokaklar anlamında öncəliklər budur ki, parlayan işıq var. O alev isə sizin əlinizin içindədir. Ən məcazi anlamda desək. Yəni, öz gücünüzü irəli çəkərəkdən, öz iddianızı irəli çəkərəkdən həftəni günəşləndirəcəksiniz. Balıqlar üçün bu həftə deyərdim ki, bütün sirli alanların aşkara çıxması deməkdir və özünüzə aid sirlərin isə təkrardan qapalı şəkildə melankolik halinizə buraxaraqdan bunu artıq demək olmaz. Xüsusən də bu ailə çərçivələrində öncəlik edəcəkdir ki, fikirlərimi söyləməkdən hələ ki geri çəkilim, bunu çox da yaygınlaşdırmayın və özüm həll edə bilərəmsə, nə mutlu mənə deyəcəyiniz bir cümlə var balıqlar. Balıqlar üçün yeni hədəflər var həftə daxilində, bu xüsusən də ev işi, həyat işi, qoy belə deyim, doğru dildə, yəni bu təkanları öz həyatınızda ilkin pillə öz hanənizdən başlatacaqsınız. Sənətlə bağlı aktiv keçidlər, ümumiyyətlə bir çoxunuzun yolculuğu üzərində problemli ailə dəngələri yenə də burada ədalətli qərarlar üzərində yenilənəcəkdir və paklaşan bir enerji isə sizin qazanmağınız və sizin sahalarda ən düzgün şəkildə göstərişiniz adına yenilənir balıqlar. İkili münasibətlərdə çərçivələri isə deyərdim hələ ki, zəif halqalardır, amma maddi güclənməniz həftənin orta zamanlamasında özünü bəlli edəcəkdir. Keçid edək xərçənglərə. Xərçənglər sizi bu qədər şahanə enerjilər daxilində görəcəyimə yaxşı mənada inanmırdım deməzdim, amma yaxşı mənada bu qədər susqun və ketum enerjilərdən sonra böyüyən ailə ağacı, böyüyən stimullar, böyüyən qəlb çakranızın geniş şəkildə işıqları, böyüyən həyatımda oyun sandığım nüanslar, ikili münasibətlər, hədəflər, hər şeyə biganə yanaşdığım gedişatlarda sən demə, mənim öz uyumum, mənim öz mövqeyimə doğru, öz çəkimimə doğru gözəlliklər varmış da mən bunu görə bilməmişəm dediyiniz bir həftə başlayır sizin üçün və uşaqla bağlı, ailə bağları adına təkrardan o, belə deyim, sünkar şəkildə tumurcuqlanan enerjiləriniz var ki, ikili münasibət şahanə, amma maddi konularda isə danışıq, sövdələşmə etdiyiniz durumlarda diqqət edəcəyiniz nüansları ailə mövqeyi adına məsləhətlərə mütləq gətirin. Bəyəfəndi, xərçəng bürçləri, ailə bağları diqqət etməniz ən önəmli gərəkən nüans məsləhətlərə qulaq asmağınız və dinləməyinizdir ki, bu sizi deyərdim ki, o kalıbda, o düşdüyünüz torlardan çıxmaq adına yenilikləri gətirir. Maddi konulardan bəhs edəsi olsa, xərçəklər həftəyə damğa vuracaqsınız, yaxşı mənada təbii ki, qazanc adına, yenilənmə adına, iş həyatı adına qolunu çırmalayıb irəli getmək istəyən bütün xərçəng bürçləri fərq etməz, gənc, orta yaşlı, xanım, bəy, bu energetikalar yükündə hər anlamda hansı hədəfə doğru yönəlirsinizsə, sizə anidən gələn o şanslı durumlar maddiyyatın böyümə funksiyonallığı artacaqdır ki, bu da sizə nə gətirir? Maddiyyat həm böyür, həm inkişaf edir, həm də tutum edirsiniz zaman yolculuğu olaraqdan. Xərçənglər üçün həqiqətən də ən pozitiv enerjilər aktiv sahadır və özünüzü görəcəksiniz sahalarda. Bu isə xərçənglərin çoxdandır gərəkən o melankolik, o nasıl derler, biraz sulu gözlülük tavırlarınızdan çıxacaqsınız həftə daxilində. Yenə də bir patlama sizin xeyrinizədir. Əqrəblərdən bəhs edəsi olsaq, əqrəblər həftə sizin üçün necə keçəcək? Əqrəblər üçün əslində həftə bölgülər edir. İlkin, orta, son zamanlama pilləsində 3 gün, gün yarım limit, 2 gün deyək hətta burada. Öncəliklər nədərdir? İlkin 3 günlük sahadan özünüzün ruh halinizdəki o boşluqlardan qurtulmağınız üçün yönələcəyiniz ilk hədəf maddiyyatın genişlənməsi dəngəsidir.
Elə bunu qazandım dediyinizdə həftənin ikinci pilləsində missiyanız ikili münasibətlər hədəfində özünüzü yeniləmək olacaqdır ki, bu səfər qəfəsdən çıxıb, ən doğru dildə deyəcəm, o çıxmazlardan çıxıb, tərəfi bu çıxmazlara gətirəcəksiniz ki, bir də mənim yerimə sən qal. Bir də gör ki, nələr olub dönür həyatda ki, zaten həyatımızda, xüsusən də ikili münasibətlər hədəfində. Üçüncü o paralellik, 2 günlük limit isə ailə bağlarını qüvvətli şəkildə toparlamaq, ikili münasibətləri qüvvətli şəkildə bir araya gətirmək, emosionallıq, hiss, duyğusallıq və romantika anlamında. Və həftənin ən sonunda isə bunu kutlama dərəcəsi olaraqdan mütləqdir ki, əqrəblər həftənin son zamanlamasına diqqət edin. Çünki açılan böyük masa, bir kutlama enerjiniz zaten mütləqdir. Daha çox ad günü partilərində olmağınız adına çərçivələr var. Maddiyyatdan bəhs edəsi olsaq, həftənin ilkin pilləsi bütün o gedişatlardakı tutumluluğu gətirdikdən sonra devrə dışı buraxmaq istədiyiniz nüanslar olacaqdır ki, ikili münasibətdə artıq bir kavuşum əldə etdim, artıq yenilənmə, hədəf, xəyanətlərin üzərindən xətt çəkilməsi, yenilənmələr, biraz gizli saklı bu ihanət qolunlarınız aktiv olacaqdır. Amma burada xanım əqrəblərin partnyor enerjisi öncəliyində çərçivədir ki, diqqət etsəniz zaten bunun da öhdəsindən gələcək qədər gücünüzü görəcəksiniz. Maddi sahalarda yenilənmə isə hər bir bərpanı gətirir. Ən çox diqqət etməniz gərəkən özünüzü axına doğru buraxmağınızdır. Axına doğru daha doğrusu istiqamət almağınızdır. Əqrəblər bu sizə nə gətirəcək? Cəmiyyət həyatında sosiallıq, sosial düşüncə, sosial hədəflər və sosial dostluq, arkadaşlıq çərçivəsi ki, bu da mükəmməl və şahanədir. Uğurlar. Ən əsası da bunu söyləmədən keçməyəcəm. Bütün su qrubu adına bunu söyləyim ki, həftədə təkmilləşən enerji, özünüzü görmək istədiyiniz hədəfdə yüksələn ulduzunuz var. Əlbəttə ki, ən gözəl takdiri ilahi evrenə ən gözəl işıqlarınızı və enerjilərinizi, dualarınızı, ən gözəl şəkildə niyyətlərinizi yollayın. Bu konularda isə gərgin nüanslar yaratmadan, ikinci tavırları bir kənara təbii ki ataraqdan. Çünki su qrubu insanları nə iyiliyi, nə kötülüyü unutmazlar. Və burada da öncəliyiniz budur ki, yaxşılıq etmək istədiyiniz insanlara tam stimul olaraq irəli gedin. Kötülüklər adına isə iptallərə bağlayaq, təbii ki, birisinə dərs verməm lazım dediyiniz cümlədə melankolik bir aura enerji yaranmaması adına buraxın, kəndinizdən salın, göndərin, yəni belə deyim, uzaqlaşdırın bu enerjiləri. Uğurlar. Uğurlu bir həftə ki, zaten hayırlısıyla.